bunun yerinə yığır. Çox duyğusal filmdir. Çox. Bu necə çəkildi? İdeya hardan idi? Ofelia Çox, xanım? çox. Mənim birsinə yadıma düşürdü. Müharibə illərində anamın çəkdiyi əzab-əziyyət. Cavan gəlin. Müharibə. Ay, indi deyirəm yadıma düşür. Cavan gəlin idi. Özü rayon qızı idi. Gəlmişdi, çox gözəl xanım idi o. Heç mənə oxşamırdı o. Çox gözəl idi. Zəhmətkeş idi. Zəhmətkeş. Evi sevən, uşağını sevən, ailəsini sevən. O heç istəmirdi bir də rayona qayıtsın. O gələn kimi atamla evlənir. Bu da düşür 41-ci ilə. Mən 40 günlük onda tam aparırlar əskər müharibəyə. Böyük Vətən müharibəsi illərinə. Bu yazıq qadın qərib, heç kəsi yox. Qalır körpə uşaqla. Yadıma gəlir, özü qohumu yoxdur axı burada. Heç kəsi yoxdur. Özü gözəl qadın idi. Körpə uşağa baxmaq müharibə vaxtı. Körpəyə, südəmər ana, südəmər uşaq. Mən deməli 2 aylıq olanda, yox, anadan olmuşam 41-ci ildə, mayın 26-sında. Mayın axırında atam gedib əskər. Özü müharibə başlayan vaxtı. Müharibə başlayan vaxtı, Böyük Vətən müharibəsi. Bu yazıq qərib, heç kəsi yox. Sonra mən böyüyə-böyüyə 2 yaşım, 3 yaşım olanda anamın qonşularda heç kəsi yoxdur axı, qohumları yoxdur axı, ancaq qonşulardır. Qonşular da bizim üzbəüz qapımızda qonşu var idi, Böyük xanım, Bakılı, əla xanımlar idi. Böyük xanım, bir də Səknə xanım. Anam da elə həyətdə olurdu ki, bizdə su yox idi. O vaxt hər həyətdə su olmurdu. Su, həmin bu Böyük xanımgilin həyətində idi. Mənim ucu 1 yaşım olanda, 2 yaşım olanda bu gedirdi mağazinə, çörək mağazinə, tanıyırdılar bunu, kimin xanımıdır. Hörmət edirlər, mənə pulsuz verirdilər çörəyi. Atanız da qayıtmamışdı. Atam da hələ qayıtmamışdı. 45-də qayıtdı atam. Ona qayıtmaq da bir möcüzə idi. Atamı mən tanımırdım gələndə. Anam qayıtdı ki, bu sənin papandır, gəl görüş. Atam görüşdü, dizini üstə qoydu, söhbət elədi, necəsən? Mən atama cavab vermədim, düşdüm anamın qucağına mindim. Yad adam kimi görünür. Hə, indiyə kimi yadımdadır. Getdim, dayandım kravatın yanında. Sonra bu gəldi məni qucaqladı, öpdü, mən bundan qaçdım. Özgə kişi demək üçün. Hə, sonra anam ağladı, dedi ki, bu sənin atandır, bu papadır, papamızdır. Əskər getmişdi. Sən papanın qucağında oturur, səni çox istəyir, öpəcək səni. Atam götürdü, gəldi, saçlarımdan öpdü, qucaqladı, mən də bağrına bastı, öpdü. Bu məni öpdükcə anam ağlayır, yazıq. Yadınıza gəlir o kadrlar hamısı, hə? Hamısı gözümün qabağındadır, hamısı. Köhnə evdə yaşayırdıq, suyumuz yox, suyumuz qonşudaydı, kran qonşudaydı. Anam yazıq. Vedrələrlə suyu yığırdı, bu çay vedrəsi, bu işlətmək üçün vedrə, bu nə bilim nə vedrəsi. Yeməyi necə tapırdınız? Yeməyi də tapmırdıq, yeməyi tapmırdıq. Üzbəüzdə mənim dayım yaşayırdı, üzbəüz binada. Böyük restoranların müdürü idi, o bizə kömək eləyirdi. Nə yemək qalırdı restoranda, gətirirdi, birinci bacısına verirdi ki, iyi, uşaq ac qalmasın. Necə çətin dövrlər oldu? Körpədir, çox çətin dövrlər. İndi insanlar, o belə bir söz var, adam şadlığına şiddiyə etmir. Yox. Gör necə insan, indi çörəyin 50 cür çeşidi var. Vallahi. Bir tikəyə görə insanlar növbəyə... Ay sağ gör nəyə möhtacdılar. Müharibə dövrünün dediniz, mənim yadıma düşdü, Alisa Freundlich, böyük bir aktrisa. O da uşaqlığı müharibə dövründə düşüb və deyir ki, biz heç nə tapmırdıq. Deyir, anamla, nənəmlə biz bayıra çıxıb qarı, vedrələrə qarı yığıb, aparıb əyirdirdik, su eləyirdik. Həmən su ilə biz çimirdik, suyu içirdik, deyir. O müharibə dövrünün çətin illərindən danışır və Ofelia xanım da Bizdə də olub elə. Danışdığı o qədər də kədərlidir ki, həqiqətən adam və fikirləşirsən ki, belə bir dövr olub. Və bu dövrdə insanlar sağ çıxıblar. Sağ çıxıblar, hamısı. Heç fikir eləməyirdilər. Nə tapırlar, şükür eləyirdilər Allahlarına.